Bu il Beynəlxalq Xalça Festivalı Bakı Biznes Mərkəzində keçirilən ikinci Beynəlxalq Xalça Forumu ilə başladı. Forum çərçivəsində xalçaların ənənəvi mədəni irs nümunəsi olmaqla yanaşı, həm də qlobal bazarda rəqabət qabiliyyətli və yüksək əlavə dəyər yaradan məhsul kimi əhəmiyyəti müzakirə olundu. Sözün əsl mənasında dünyanın dörd bir tərəfindən qonaqlarımız var. Elə bir ölkələr var ki, bizim qonaq siyahımızda bəzən insanlar orada xalçacılıq sənətinin olmasından belə xəbərləri yoxdur. Məsələn, Mərakeşdir, Meksikadır. Bu kimi ölkələr özləri müraciət edərək bu ilki forumun iştirakçısı olmaq istədilər. Çünki onlar da bildirdilər ki, bizdə də xalçacılıq sənəti var. Dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş qonaqların iştirak etdiyi təqdimatlar xalça toxuculuğunun həm sənət, həm də sənaye tərəflərini əhatə etdi. Çıxışlarda Türk dövlətlərinə xas xalçaçılıq ənənələri və digər xalqların xalçalarının mədəni və simvolik əhəmiyyəti diqqət mərkəzində oldu. Meksika, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Yaponiya və İngiltərədən olan nümayəndələr də öz növbəsində təmsil etdikləri ölkələrin bu sahədəki təcrübəsini bölüşdülər. Buraya gelme sebeplerimizden biri önümüzdeki yıl ya da bu yıl sonlarında bu halı festivalini, Bakü Halı Festivali'nin ikinci ayağını da Türkiye'de yapmaya planlıyoruz. Bizim dünyanın en büyük kervansarayı Sultanahmet var. O Sultanahmet'in içerisinde yapmayı düşünüyoruz. İnşallah başarırız. Çıxışım Meksikanın kiçik bir qəsəbəsi olan Teotitlan del Valledəki xalçaçılıq sənətinə həsr olunub. Əslində bizim qədim toxuculuq ənənələrimizlə Azərbaycanın zəngin xalçaçılıq irsi arasında maraqlı bənzərliklər mövcuddur. Hər iki mədəniyyətdə xalçalar bitki, çiçək və həşəratlardan alınan tamamilə təbii boyalarla toxunur. Ən əsasisi odur ki, bu sənət həm bizdə, həm də Azərbaycanda dərin mənəviyyata, ailə dəyərlərinə və qədim tarixə söykənir. Ümumilikdə forum beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və mədəni irsin davamlı inkişafı baxımından mühüm platforma kimi yadda qaldı. Arzu Yusif, Elvin Qəhrəmanov, Rüstəm Məmmədov, Mədəniyyət xəbərləri.